Bugündən etibarən yer kürəsində güclü geomaqnit qasırğasının müşahidə olunacağı açıqlanıb. Doğru Xəbər Azərbaycan bildirir ki, proqnozlara görə maqnit aktivliyi qırmızı xəbərdarlıq səviyyəsinə qədər yüksələ bilər. Elmi müşahidə məlumatlarına əsasən geomaqnit aktivliyinin K indeksi ilə 5-ci səviyyəyə çatacağı gözlənilir. Bu göstərici yer kürəsinin maqnit sahəsində ciddi dalğalanmaların baş verə biləcəyini bildirir. Qeyd olunur ki, xüsusilə hava dəyişikliklərinə həssas insanlar bu təsirləri daha çox hiss edəcəklər. Mütəxəssislər belə günlərdə baş ağrısı, yorğunluq, halsızlıq və yuxu pozuntularının arta biləcəyini qeyd edirlər. Geomaqnit qasırğalarının günəşdən yayılan yüklü hissəciklərin yer kürəsinin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yarandığı bildirilir. Günəş küləyi və tac kütlə atılmaları bu prosesin əsas səbəbləridir. Alimlər təsirləri azaltmaq üçün bir sıra tövsiyələr də veriblər. Onların sözlərinə görə bu dövrdə bol su içmək, kifayət qədər istirahət etmək, balanslı qidalanmaq və qapalı məkanları tez-tez havalandırmaq vacibdir. Proqnozlara əsasən 17 maydan etibarən geomaqnit aktivliyində qismən azalma gözlənilir. K indeksinin 4,7 səviyyəsinə enəcəyi ehtimal olunur. Bununla belə alimlər günəş aktivliyinin dəyişən olduğunu və məlumatların qısa müddətdə yenilənə biləcəyini vurğulayırlar. Bakı şəhəri Nərimanov rayonu icra hakimiyyətinin başçısı vəzifəsində çalışmış Zülfiqar Kazımov vəfat edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Qeyd edək ki, Zülfiqar Kazımov 1999-2004-cü illərdə həmin vəzifəni icra edib.